Görüntüsü kimi dadı da ləzzətli olan tortilla etlərin hazırlanmasını öyrədirəm mən sizə. 4 qaşıq nişasta, 4 qaşıq un, 1 ədəd yumurtanın sarısı, stəkan yarım şəkər tozu. Bunları yaxşıca qarışdırırsınız. İstəksə 4 stəkan süd əlavə edib one hotda durmadan qarışdırırsınız. Bu hala alana kimi üzərinə kərə yağı və vanilya əlavə edib mikserdən keçirəndən sonra yenidən qaymaq əlavə edib mikserdən keçirirsiniz. Qoyursuz kənarda soymağa. O soyuq arada ən yaxında yerləşən Tam Store mağazasına getdim. Burada dekabrın 19-dan yanvar 7-sinə qədər çoxlu endirimlər var. Ətdə, süddə, hər məhsulda endirim var. Yararlanmağa tələsin. İndi xəmirin hazırlama qaydasını göstərirəm mən sizə. Aşağıda qeyd edəcəm tam detallı, yumşaq bir xəmir yoğurursunuz. Burada yağı ərdimiş də tökə bilərsiniz. Belə qabların içərisinə göstərdiyim formada hər yerini çatdırırsınız. Yağlama ehtiyac yoxdur. Yapışmadan özləri aşağı asanlıqla çıxacaq. Əvvəlcədən qızdırılmış sobada alt üst rejimdə bişirirsiniz. Həmən kənarda gözlətdiyiniz kremi göstərdiyim şəkildə və ya xoşladığınız formala verirsiniz. Qışdan tapmağı belə çətin, amma yaydan qurudub saxladığım gilə meyvələrdən üzərinə bəzədin. Kividən, apelsindən, portağaldan istifadə edə bilərsiniz. Hazırlanması çox asandır. Save eləməyi unutmayın. Hazırlanması ilə bağlı hər hansı sualınız varsa rəylərdə bildirin, cavablandıracağım.